Hər kəsə salam əziz tələbələr. Ümid edirəm ki, ilk videom sizlər üçün maraqlı olub. Buna görə də ikinci videonu dinləmə üzərindən çəkirəm. Öncəliklə onu bildirim ki, sual tiplərini daha öncədən mən hazırladım. İndi onları sizlərlə bölüşürəm. Deməli, 14-cü pəssəci birlikdə işləyirik. Qulaq asmadan əvvəl, dinləmədən əvvəl suallarla tanış oldum və air conditioning ilə bağlı olduğunu anladım ki, yəni dinləyəcəyim mətndə daha çox onun nə vaxt yaradıldığı, nə üçün istifadə edildiyi, fərqli-fərqli sektorlarda, factory-də ola bilər, ofislərdə ola bilər və yaxud da storage-lərdə ola bilər. Nədən sonra daha çox yayılmağa başladı, nə üçün istifadə olunur və zaman keçdikcə bunun yaratdığı müsbət və mənfi tərəflər haqqında danışılacağını başa düşürəm. Bu məlumatların hamısını 68, 69, 70-ci suallarda sualın özündə verilən keywordlərdən, 66, 67-ci suallarda isə cavablarda qeyd olunmuş açar sözlərdən istifadə edərək özümdə belə bir fikir yaratdım ki, bu mətnimdə air conditioning və onun önəmli, müsbət, mənfi tərəfləri haqqında olacaq. İndi gəlin 14-cü pəssəcə qulaq asaraq özümdə qeyd etdiyim bu keywordlərə əsasən və beynimdə tutduğum suallara əsasən qeydlərimi yazmağa başlayım. Görün bunlar mənə necə kömək eləyəcək. Air conditioning. Nowadays, air conditioning is so common that it is difficult to remember what life was like before it existed. First invented in New York, air conditioning keeps homes, cars, offices, and shopping centers cool and dry. One of the first areas where air conditioning had an impact on was industry. In the early 1900s, factory owners began to use air conditioning to create better conditions for the storage of supplies. Air conditioning next became common in movie theaters, offices, and stores. Then, after the end of the Second World War, smaller, less expensive air conditioning units became available, and this made air conditioning affordable for private homes. One big change was in architecture. Formerly, homes were built with high ceilings and second story, so that hot air could rise away from main living areas in the summer. With air conditioning, inexpensive one-level homes could be kept cool in the hottest weather. With air conditioning, the architecture of the cities also changed. Since the windows did not need to open, but were for views alone, buildings could even be covered with glass. In the United States, air conditioning has also influenced the movement of population from the cooler northern states to the southeastern and southwestern states. Once air conditioning made life more pleasant in the summer months, states like Florida and Arizona began to draw people from the north. The use of air conditioning is seen in some Asian countries as a way to show status. In Hong Kong, for example, office managers tend to keep temperatures extremely cold to show that the company can afford it. However, the impact of air conditioning on the environment has not been so positive. Air conditioning units release polluting chemicals into the air, which contribute to global warming. In some countries, governments and industry are beginning to search for ways to reduce the harm caused by air conditioning. Alright, qeyd etdiyim keywordlərə əsasən və həmçinin suallara cavab tapa bilməyim üçün bəzi notlarımı yazdım. Onu bildirim ki, bundan əvvəl birlikdə işlədiyimiz mətnə baxmayaraq, bu mətn biraz daha çətindir, daha ağır sözlər var, başa düşmədiyiniz leveldə, dərəcədə ola biləcək sözlər var. Ona görə də burada əgər dil bazamız, söz bazamız daha yüksəkdirsə, biz rahatlıqla onu yaza bilirik. Amma söz bazamız zəifdirsə, artıq biz daha da diqqətlə qulaq asmalıyıq ki, o sözün eynisini orada eşidirikmi, yoxsa yox. Gəlin 66 və 67-ci sualları sona saxlayaq. Birinci 68-dən başlayaq. Qeyd etmişəm ki, states like Florida and Arizona. Florida və Arizona ştatları kimi, bunlar artıq nə edirlər, onu tapmalıyam. Və burada mən qeyd etmişdim. Okay, states like began to from the north.
began to attract people from the north. Orada sadəcə hamısını yazmağa çatdıra bilmədim. Draw attention mənasında gedirdi orada. Ona görə də mən düzgün cavabımı B variantı götürəcəm. Bunlar artıq şimaldan olan insanlarına diqqətini çəkməyə başlayırlar. Burada qeyd etdiyim kimi. 69-cu sualımda why do the office managers in Asian countries keep temperature cold in the office? Bunu da qeyd etmişdim. Onu da bildirim ki, mən burada sadəcə text box üzərində yazıram, amma qələmlə yazsam daha rahat yerlərdə qeyd edə bilərəm, hansı ki mənim üçün də daha asan olar. Tapmaq daha asan olar. İndi mən burada office managers sözünü tapmalıyam. Hansı ki burada office managers show they could afford it. They show that they could afford it, like financially. Maddi olaraq bunu eləyə biləcəklərini göstərirlər. They want to show that the company is able to pay for it. Bu mənim cavabıma ən yaxın cavabdır. They want to create better working conditions, avoid noise pollution. Bu yaxşı bir ideyadır, amma mənə sualda, yəni dinləmədə elə bir şey demir. They claim that the use of air conditioning units have negative sides. They are not claiming it. The office managers don't want the heat stress to have an impact on labor productivity. Belə bir şey ümumiyyətlə eşitmirəm. Ona görə də mənim düzgün cavabım A variantı olur. 70-ci sualda complete the sentence according to the passage deyir. Yəni düzgün cavabı tapmağımı istəyir. And using air conditioning units intensively leads to global warming governments. Okay. Air conditioning, mən əgər çox tez-tez istifadə edirəmsə, intensiv olaraq istifadə edirəmsə, bu global warming-ə aparır və dövlət bunun üçün nə edir? Bunu tapmalıyam. Və mən burada başlayıram ki, government started to search ways to decrease pollution, started to search ways, yollar tapmağa çalışır. Help some southeastern states to draw people from the north. To draw people from the north, Florida və Arizona idi və bunun global warming-nə əlaqəsi yox idi. Ondan əvvəl demişdi. Make more powerful air conditioning systems. Bu da yox idi orada. Search for ways to minimize their harmful effects. Bəli, cavabı mənim eşitdiyim ən yaxın cavabı idi. Make air conditioning affordable for everybody. Bunun cavabı deyil. Yəni global warming-ə əsasən bunu axtarmır. Mən burada qeyd etdiyim kimi yollar tapmağa çalışır. Burada da qeyd etdim ki, yəni cümləni olduğu kimi yazmasanız belə, bəzi keywordlər, açar sözlər, yaxın ifadələr ola bilər ki, sizə çox rahatlıqla köməklik eləsin. Son iki sualımıza bir daha dinləyib də qulaq asıb düzgün cavabı tapa bilərsiniz ki, mən burada yetəri qədər çox şey yazmışam. Buradan tapa biləcəyimə inanıram. Which of the following questions does the passage answer? Hansı suallara cavab verir? What did factory owners use the air conditioning for? Bu haqda bir şey yazmışdım mən. Factory used to create better condition for supplies. Deməli, mənim A cavabım daha yaxın bir cavabdır, amma digərlərinə də baxıram ki, bəlkə nəsə olar, eşidə bilərəm. How did air conditioning affect the architecture of Asian countries? Especially Asian countries haqqında danışmır. In which parts of the world was air conditioning common in the early 19s? Early 19s haqqında dünyanın hansı tərəfində olduğunu demir. Sadəcə həqiqətən də dünya üzərində yaxşı bir səs saldığını, hər kəsə məlum olduğu haqqında məlumat verir. What principles does the air conditioning system work on? Hansı prinsiplərlə işlədiyini də demir. Deməli, mənim düzgün cavabım A variantı olur. Choose the correct statement according to the passage. In Western countries, the use of air conditioning shows a status. Cheaper air conditioning units could not be found after the Second World War. People from southeastern states moved to northern states when air conditioning was introduced. Air conditioning became more affordable for private homes after the Second World War. Bu haqda məlumatım var və burada qeyd eləmişəm. This. After Second World War, smaller ones became available and affordable for homes. Bu da mənim düzgün cavabım olur. Ona görə də mənim cavabım D variantı olur. A, B, C bu variantların hər birini eşitmiş olarsınız. Yəni dinləmədə bunlar sizə yaxın gələ bilər. Amma mənə lazım olan düzgün cavabı tapmaqdır. Məsələn, in Western countries the use of air conditioning shows a status. Western country haqqında danışır, amma onun status göstərdiyini demir. Cheaper air conditioning units could not be found after the Second World War. Second World War eşidirik, amma tapıla bilmədiyi haqqında bir məlumat demir. Və yaxud da Southeastern, Northern, bunların hamısı haqqında deyil, amma bu introduced olunan vaxtda oradan köçdülər bura. Elə bir şey demir. Sadəcə deyir ki, Florida və Arizona kimi ştatlarda insanları şimaldan daha çox cəlb eləməyə başladılar. Ona görə də mənim düzgün cavabım D variantı olur. Bugün də sizlərlə bu dinləmə mətnini işlədik. Ümid edirəm ki, köməklik eləyə bilmişəm. Sualınız olarsa kommentdə bildirməyi unutmayın. Hər birinizə uğurlar.